Dünyanın ən çox müəyyən göstəricilər üzrə ən çox rekorda imza atmış 5 dövləti. Yəni bunlar müxtəlif sahələrdə rekordsmen dövlətlərdir. 1. Ərazisində ən çox qala olan dövlət Almaniyadır ki, onun ərazisində 25 min qala vardır. 2. Ərazisində ən çox şəhər olan dövlət Braziliyadır ki, onun ərazisində 346 şəhər vardır. Yəni əhalisi 100 mindən çox olan şəhərlərdən gedir. İkinci yerdə Amerika Birləşmiş Ştatları gəlir. 3. Ərazisində ən çox universitet olan ölkə Hindistandır ki, 5444 universitet vardır. İkinci yerdə Amerika Birləşmiş Ştatları gəlir ki, 3000-dən çoxdur. Düzdür, kollecləri buna qatsaq Amerika Hindistanı üstələmiş olur. 4. Ərazisində ən çox çay olan dövlət Rusiyadır ki, 2,5 milyon çay vardır. Düzdür, ərazinin xeyli hissəsini çaylar tərəfindən belə desək də, yer tutulmasına görə isə birinci yerdə olan Braziliyadır ki, ərazisinin xeyli hissəsini Amazonka və onun qolları tutur. 5. Ərazisində ən çox aeroport olan ölkə Amerika Birləşmiş Ştatlarıdır ki, onun ərazisində 19622 aeroport vardır. Və ən nəhayət bir şey də deyim ki, ərazisində ən çox xəstəxana olan dövlət Kolumbiyadır ki, onun ərazisində 10899 xəstəxana vardır.